Əsasən bu xaricdə oturan və bugün Azərbaycan dövlətini, Azərbaycan prezidentinin apardığı siyasəti, Azərbaycan prezidentinin dünyada olan ədalətli və hər bir məsələyə olan münasibətini qəbul eləməyən dövlətlərin agentləri olanlar bu günlər Azərbaycan dövləti haqqında, xalqı haqqında, ordusu haqqında, dövlət başçısı haqqında lazımsız məlumatlar paylaşırlar, lazımsız yazılar yazırlar. Mən hesab edirəm ki, biz qanunvericiliyimizdə bu məsələyə çox ciddi şəkildə fikir verməliyik. 200 ildən artıq bir məsələni həll edən cənab prezident, yəni Qarabağ işğaldan azad olunan ərazilər və s. Şah İsmail Xətayidən bu tərəfə olan dövr ərzində bu ərazilər heç vaxt Azərbaycanın tərkibində olmamış. Və cənab prezident bunu həll edib Azərbaycan dövlətçiliyinin ərazi bütövlüyünü təmin elədi. Bu günləri bu məsələlərdən yazmaq əvəzinə Ağdamın işğal olunmasında hakimiyyəti ittiham eləyirlər ki, bugünkü hakimiyyət güya Ağdamın işğalında iştirak edir. 2 məhkəmə qərarı var. Füzulinin Ağdamın işğalı ilə bağlı və məhkəmə qərarlarında da hər birinin adı orada çəkilibdir. Fəhmi Nacıyevdən, Rəhim Qazıyevdən tutmuş və digərlərinə qədər ki, necə Ağdamı təhvil veriblər, necə ki Xocalını təhvil verdilər, necə ki Kəlbəcəri təhvil verdilər, necə ki Şuşanı təhvil verdilər. Heydər Əliyevin ordusu yoxudu, həminki vaxtda hakimiyyətə gələndə. Heydər Əliyev tək gəlmişdi. Orduların geri çəkən AXCB müsəvvatıdır. Batalyonların hamısı geri çəkdi. Şıxov batalyonların kim geri çəkdi? Hamımızın yaddaşındadır bunlar. Hamımız bunları görmüşük. Və tarixi saxtalaşdırmaq olmaz. Bir Ərəstin Oruçlu var. Almaniyada oturub Friedrich Naumann fondunda işləyirdi. Orada pul oğurluyurdu. Wolfgang Jung vardı. Şərqi Almaniyadan bir yerdə ikisi. İndi Almaniyaya mən rəsmi məktub parlamentinə göndərəcəyim ki, araşdırın ki, Alman vətəndaşının verdiyi vəsaitlər hara gedibdir. İndi oturub Almaniyada Azərbaycan dövlətinin əleyhinə düzlükdən, əməli salihlikdən yazır. Pul oğrusuydu bu adam. Bu adam pul oğururdu fondlardan. İndi olub bloger, yazıcı, şair, bilmirəm nə. Hesab eləyirəm ki, bu cür adamlara qarşı bizim mübarizəmiz ciddi olmalıdır. Və biz bu işi mübarizəni aparmalıyıq. Bir daha təkrar eləyirəm ki, bugünkü qədər Azərbaycanın ərazi bütövlüyü olmayıbdır. Və bunu da həll eləyən Ali Başkomandamız, Müzəffər Başkomandan cənab İlham Əliyevdir. Hamımız onun sadiq əsgəri və onun sadiq əsgəri kimi də bu işə hazırıq. Sağ olun.